Salam əziz izləyicilər. İtim də sizlə salamlaşır. Bu qartenziyalarda gördüyünüz kimi bağımın ətrafında qartenziya əkmişəm və çox xoşdular. Görürsünüz nə qədər gözəl çiçəkləri var. Kol olaraq yetişir, yəni bəlkə də görmüsünüz, hal-hazırda hər yerdə satışda var. Balaca belə dəmir qablarda, plasmas qablarda satırlar. O qədər də baha bir şey deyil. Yəni ki 4-5 manata bazarda almaq olar. Daha fərqli rənglərini, çeşidlərini, əlbəttə ki biraz bahadır. 25-45 manata olur. Türkiyənin çeşid, İtaliyanın çeşid sortları var. Amma məncə heç də dəyməz cürbəcür çeşidləri axtarma. Yəni ən ucuzundan alın. Çalışın elə bir bölgədə ək ki qartenziyaları. Yəni ki günortadan sonra ancaq günəş olsun. Yəni kölgəni daha çox sevirlər. Yəni açıq günəşdə gücləri çatmır, solurlar. Baxın, indi saat hardasa 2 ola bilər. Yəni sadə baxmadım. Baxıram, saat 20 dəqiqə qalıb 1-ə. Yəni günortadır. Bu evimizin elə bil ki günortadan sonra günəş düşən tərəfidir. Burada əkmişəm onları. Əlbəttə ki kiçik balaca belə fidanlar idi. Artıq 4 il keçib. Yəni bunlar bu qədər böyüyüb. Daha da böyüydülər keçən il. Anam biraz kəsib uclarını azaldıb. Çünki çox yüksək idi. Hardasa pəncərəyə kimi çatırdılar. Kəsməməkdə onlar əslində, amma çoxaltmaq üçün kəsmişdi, əkmişdi başqa bir saksıya və orada çoxaldırıq biz onlar. Görürsünüz, balaca, orada balacası var. Bu hələ o qədər çox böyüməyib, amma bu 3 kol, 2 dənə də o tərəfdə var. Onlar artıq iridir. Biraz baxın, dibini göstərmək istəyirəm. Burada budaqlar çox qalındır, gördüyünüz kimi. Mən buradan bir-iki dənə budaq kəsib evdə çiçəkləri qoymuşdum. Suyu çox sevir. Torpağı, qara torpaq əlbəttə ki sevir. Mənim amma bağımda qara torpaq olmadığım üçün mən sadəcə dibinə torpaq vurmuşdum və qalanı qumdur. Qum. Yəni bizim bağımız qumlu bağdır. Görürsünüz, bu tərəfdə də var. 2 dənə kol, iri bir kollardır. Burada da biləkanın altındadır. Əslində bura səhər ancaq günəş düşür. Yəni səhər tezdən saat 10-dan 11-ə kimi. 12-dən sonra burada yoxdur günəş. Ona görə də indi düşünün, yəni belə bir qartenziyalar alsaz, əlbəttə ki evin elə bir küncündə əkirsiniz ki, ora kölgəli olsun. Yəni günəşin tam altında olmamalıdırlar. Vaxtı-vaxtında bunların gübrələrini vermək lazımdır. Hansı gübrələrdir? Azotdur. Yəni onu qışda vermək lazımdır. Bir də kompleks, yəni hamısı mineralları olan bir gübrələrdən də hardasa yazda veririk ki gücü çatsın. Çünki mənim torpağım çox kasıb torpaqdır, yəni qumdur. Bir vedrə orada qara torpaq var deyə, ona görə mən gübrəsini çox verirəm. Bir də qumat istifadə edirəm. Yəni çiçək açandan sonra sulu qumat var, quru qumat var, toz kimi. Bunları ölçülərinə görə su ilə qarışdırıram. Yəni suludursa bir xörək qaşığı 1 litr suya, 2 litr suya hardasa. Qurudursa çay qaşığı 5 litrlə. Qarışdırıb ondan sulayıram. Onun içində çoxlu minerallar var. Qumat çox xeyirlidir çiçəklərə. Rəngləri çox gözəl belə
xoş olur. Həm də gücü çatır. Hardasa 2 ay hələ çiçək verəcək bu gül. Yəni 2 ay, ola bilər avqustun axırına kimi də çiçəklər üstündə durur. Amma artıq rənglərini dəyişirlər, bozarırlar, belə qəribə bir rəngləri olur. Yəni ki, çox tövsiyə edirəm, deneyin. Yəni o qədər də çətin deyil bunu yetişdirmək. Bir dəfə əkirsiniz, sadəcə suyuna və gübrələrinə diqqət eləmək lazımdır və qışdan qabağa incə budaqlarını kəsib atırsınız ki, donmasınlar. Qalın budaqlar ancaq onları saxlayırsınız. Bu qədər.